Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün rəngi də, ətri də olduqca gözəl olan gül mürəbbəsi hazırlayacağım. Başlayaq hazırlamağa. Bunun üçün əvvəlcə gül ləçəklərinin ağ hissələrini kəsirəm. Daha sonra isə doğrayıram. İri gözlü aş düzənə tökürəm və beləcə ləçəkləri tərpədirəm ki, xırda hissəciklər, içində olan xırdalar tökülsün. Kəşdikdən sonra, yəni keçisini bildikdən sonra gül ləçəklərini yaxşıca yuyuram və yenidən aş düzənə tökürəm ki, suyu süzülsün. Ayrıca bir qabın içərisinə 1 kiloqram şəkər tozu və yarım litr su töküb ocağın üzərinə qaynamağa qoyuram. Qeyd edim ki, gül ləçəklərinin çəkisi 150 qramdır. Şərbət qaynadıqdan sonra gül ləçəklərini şərbətin içərisinə tökürəm. Daha sonra gül ləçəklərini qarışdırıram və orta odda qaynadıram. Biraz qaynadıqdan sonra gülün rəngi şərbətə çıxır. Mürəbbəni ocağın üzərinə qaynadan zaman saata baxın. Bu mürəbbə tam 15-20 dəqiqəyə hazır olur. Şərbəti qatılaşdıqdan sonra içərisinə 1/4 çay qaşığı limon duzu tökürəm. Yenidən qarışdırıram. Limon duzu mürəbbənin rəngini daha da gözəl edir. Mürəbbənin hazır olub olmadığını yoxlamaq üçün salfet götürürəm və mürəbbə şirəsindən salfetin üzərinə damcılar tökürəm. Əgər damcıları salfet özünə çəkmirsə, deməli mürəbbəmiz hazırdır. Daha sonra ocağı söndürürəm və mürəbbəni bir kənara qoyuram ki, tamamilə soyusun. Artıq mürəbbəmiz soyuyub. Qatılığı da, rəngi də olduqca gözəl mürəbbə alınıb. Mürəbbəni bankalara yığıb sərin yerdə qışa saxlaya bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə,
Mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.